Azərbaycan nağılları. Biri var idi, biri yox idi, bir padişah var idi. Bu padişah hər il öz məmləkətində çoxlu yarışlar keçirərdi. Saray əyanları, vəzir vəkillər yarışa baxıb əylənərdilər. Padişahın Yelli adında bir kəhər atı var idi. Hər dəfə yarış qabağı padişah iştirakçılara deyərdi ki, hər kim bu yarışda qalib gəlsə, mən sevimli yellimi ona verəcəyəm. Ancaq padişah vəzirlə işi elə qururdu ki, nə qalib gələn olurdu, nə də yellini mükafat alan, məğlubları da ömürlük zindana salırdı. Bir dəfə də padişah dedi, indi də yalan danışanların yarışını keçirirəm. Kim mənə bu günə qədər eşitmədiyim 3 yalan danışsa, özü də elə bir yalan ki, içərisində bir dənə də olsun doğru söz tapılmasın, onu yellimlə mükafatlandıracağam. Yox, danışdığı yalanın içərisində bir dənə doğru söz tapsam, onu edam etdirəcəyəm. Bu padişahın vilayətində Qabil adında bir çoban yaşayırdı. Çox zirək oğlan idi. Başı daz olduğundan yoldaşları ona Daz Qabil deyərdilər. Hələ Daz Qabil eşitdi ki, ölkənin padişahı yalan danışanların yarışını keçirir. Dedim, mən də gərək gedib bəxtimi sınayam, bəlkə padişahın o gözəl, yel kimi qaçan kəhərini utdum, mən də özümə görə bir adam oldum. Niyyətini yoldaşlarına bildirdi. Yoldaşları Qabilə dedilər, ay axmaq, sən hara yarış hara, get çobanlığını elə. Bu yarışlardan heç kim qalib çıxa bilmir, sən çıxacaqsan. Ağlını başına yığ, otur yerində, yazıqsan, padişahın zavalına gələrsən. Onlar çox dedi, Qabil az eşitdi. Axırda da dedi ki, mən onu bunu bilmərəm, gedəcəyəm. Qabil sürünü buraxdı, çomağını çininə alıb evlərinə gəldi. Nənəsinə dedi, ay nənə, yol tədariki gör, padişahın huzuruna gedirəm. Ona 3 yalan danışacağam. Gözəl yerlini də bəxşiş alıb qayıdacağam. Nənəsi dedi ki, başına dönüm ay Qabil, gəl bu daşlara təyindən tök, padişahın yarışına getmə. Bu, sən bilən iş deyil. Olmadı. Qabil inadından dönmədi, nənəsini də dilə tutdu. Nənəsi Qabilə yol tədariki gördü, doyunca yedirdib yola saldı. Qabil heybəsini çininə alıb yola çıxdı. 3 gün, 3 gecə yol gedəndən sonra gəlib saraya çatdı. O vaxt yetişdi ki, yarışda 9 adam məğlub olub, edam edilmişdi. 10-cunu dəvət edirlər. Padişah dedi, indi növbə kimindir? Qabil irəli keçib dedi, şah sağ olsun, növbə mənimdir. Padişah dedi, gəl yalanlarını danış görək. Qabil dedi, yalanları danışaram bir şərtlə. Padişah soruşdu, o nə şərtidir? Qabil dedi, şərtim budur ki, gərək yalanları bir gündə yox, hər günə bir yalan danışım, 3 günə 3 yalan. Padişah vəzirlə məsləhətləşdi, vəzir öz fikrini bildirdi, axırda razılığa gəldilər. Padişah dedi, yaxşı, qoy sən deyən olsun, sabah gəlib yalanının birini danışarsan. Səhər açıldı, Qabil nənəsinin yola qoyduğu fətirdən doyunca yedi, üstündən də su içdi, durub gəldi padişahın huzuruna. Padişah dedi, hə, yalanını danış görüm. Qabil başladı birinci yalanı danışmağa. Padişah sağ olsun dedi.
Bir dəfə yoldaşımla gedirdim, mənim yanımda sürmə torbası var idi. Yoldaşımın da gözə sürmə çəkən ağacları. Bir bulağın yanına gəldik, onları bulağın yanında bastırdıq. Orada o saat 3 xurma ağacı bitib, göyün getdi qatına çıxdı. Ətrafımız isə əkin yeri idi, cəmaət əkin əkirdi. Mən bu adamlardan birinə yaxınlaşıb yer istədim, vermədi. O birinə yaxınlaşdım, o da vermədi. Baxıb gördüm ki, hər xurma ağacında 3-4 vertlik əkin yeri var. Dostuma dedim, gəl inəkləri burada otaraq, inəkləri ağaca çıxartdıq, başladıq orada otarmağa. Padişah təəccüblə soruşdu, sürmədən, qaş ağacından deyirsən, xurma ağacı əmələ gəldi. Qabil dedi, şah sağ olsun, yalandır, danışıram da. Padişah xəbər aldı. Xurma ağacının başında deyirsən, əkin yeri var idi. Qabil dedi, şah sağ olsun, yalandır, danışıram da. Padişah soruşdu, bəs inəklərin, ağacların başına necə qaldırdınız? Qabil dedi, şah sağ olsun, yalandır, danışıram da. Padişah dedi, yaxşı, bir yalanını qəbul edirəm, get sabah gəlib, ikinci yalanı danışarsan. Səhər oldu, Qabil durub, nənəsinin bişirdiyi çörəkdən doyunca yedi, toqqasını bərkitdi, padişahın huzuruna gəldi, ikinci yalanı danışmağa başladı. Şah sağ olsun, ərz elədim ki, dostumla ağacın başında inək otarırdım, gördüm ətrafdakı adamlar qarpızla qovun yeyirlər. Dostuma dedim, bizim ki öz bostanımız var, gedək bostanımıza. Gəldik bostana, bostandakı tağlarda dam boyda qovun qarpız yetişib, hər biri 10 put, 20 put gələrdi. Bir yaxşı qovun tapdıq, qoyduq qabağımıza, mən bıçağımı çıxardım, qovuna zərbə vurdım, qovun paralandı. Bıçaq qovunun içində itdi, bıçağı axtarmağa başladım, qarşıma bir küçə çıxdı, küçə ilə biraz getdim, gördüm bazara gəlmişəm. O tərəfə baxdım, bıçağı tapa bilmədim. Bu tərəfə baxdım, bıçağı tapa bilmədim. Bir küçədə keçdim, başqa bir bazara çıxdım. Gördüm, qarşıdan dəvə karvanı gəlir, bıçağım da həmin dəvələrdən birinin donqarında. Tez əlimi atıb bıçağı çıxardım, tələsik götürüb sənin huzuruna gəldim. Burada padişah Qabili saxladı, xəbər aldı. Deyirsən, küçələr, bazarlar da qovunun içində idi. Qabil dedi, bəli, şah sağ olsun içindeydi. Bütün şəhər də oradaydı. Bəli, şah sağ olsun, bütün şəhər oradaydı. Padişahı dəhşət bürüdü. Kəs səsini, yalan deyirsən, heç vədə belə şey ola bilməz. Qabil dedi, şah sağ olsun, mən də bilirəm olmaz, ancaq yalan deyəndə olar. İndi icazə ver, mən gedim, sabah gəlib üçüncü yalanımı danışaram. Qabil getdi, səhər padişah Qabil gəlməmiş vəziri çağırıb dedi, vəzir, oğlandan gözüm su içmir, deyəsən bizi üstələyəcək, birazdan gəlib üçüncü uydurmasını bizə danışacaq, bilmirəm, necə edirsən elə, bir dəfə onun dediklərindən həqiqət axtarıb tapmalısan, yoxsa özünü ölmüş bil, anladın? Vəzir qorxa-qorxa dedi, baş üstə qibli aləm, nə lazımdırsa edərəm. Vaxt tamam olan kimi Qabil gəlib çıxdı, salam kalamdan sonra sonuncu yalanı danışmağa başladı. Padişah sağ olsun, mənim rəhmətlik atamla sənin rəhmətlik atan vaxtıyla möhkəm dost duydular. Bir dəfə sənin atanın məmləkətinə düşmənlər hücum edirlər, atanın xəzinədə pulu azalmışdı. Silah almağa, qoşun saxlamağa pulu çatmırdı. O vaxt mənim atamdan borc elədi, bu torbanı görürsənmi? Padişah dedi, görürəm. Qabil sözünə davam edərək dedi, bax, o vaxt sənin atan mənim atamdan həmin bu torba dolusu qızıl almışdı. Bu doğrudan da belədirsə, əmr elə bu torba dolusu qızılları geri qaytarsınlar. Yox, bu yalandırsa, onda bəxşiş elan etdiyin o gözəl kəhəri
Yerlini mənə bağışla, götürüm gedim. Padişah gördü işlər yaman şuluqdur. Vəzirə tərəf baxdı. Vəzirin dili dodağı əsdi, dedi: Qiblə-i aləm sağ olsun. Sən də yaxşı bilirsən ki,